Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsi tərəfindən keçirilən əməliyyatlar nəticəsində insan alveri cinayətində təqsirləndirilən 2 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər qadınları işə düzəltmək adı ilə aldadaraq xarici ölkəyə aparıb, daha sonra onlara hədə-qorxu və məcbur etmə yolu ilə cinsi istismara məruz qoyublar. Zərər çəkənlərin sənədlərinin alındığı və nəzarət altında saxlanıldığı bildirilib. Digər təqsirləndirilən şəxs isə Telegram və internet platformaları vasitəsilə qadınları fahişəliyə cəlb edib, platformadan çıxmaq istəyənləri rüsvay edici materiallar yaymaqla hədələyib. Onun cinayət yolu ilə əldə etdiyi gəlirin bir hissəsi kriptovalyuta vasitəsilə xaricdəki cinayət qruplarına göndərdiyi müəyyən edilib. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, insan alveri ilə bağlı hallarla üzləşən şəxslər 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edənlərin məlumatları tam məxfi saxlanılır.